Nə baxırsan? Nə baxırsan? İşte mənim deyirlər gözələ baxmaq savabdır. Savab qazanmaq istəyirsən, get bir qoyun qurban kəs, payla kasıba savab qazan. Mən sən bildiyi qızlardan deyiləm, ha? Əvvəlcə elə bildim bildiyim qızlardansa ona görə baxdım. Sən elə baxır, marağa səbəb olduq da. Baxma, baxmayın. Baxsan, baxırıq. Amma deyirlər gülüş ömrü uzadır. Sən Bakının havası kimisən, bilmirəm, kombini, söndürüm, yandırım. Ya, bakış diye duruyor, buradan eşim var. Oturma olar. Başa düşmədim. Üzvə baxıb bir dənə güldük deyə o demək ki, gəlib burada oturmalısan, mənim yanımda oturmalısan. Ben, sən bildiyin qızlardan deyiləm, ha? Belə ərk eləmə. Onlarla mırıldama da, sakitlik işimizi biləylə. Hara getdin? Otur da çörək yey, mən tək çörək yeyə bilmirəm. Sən tam tutamırəm. Sən qıs-qıs eləyirsən, gələm əsatı işlə vermirsən. İndi gəlib burada oturdun. Yəni o demək bu hər şey deyil, ha? Yəni ağlıma başqa şeylər gətirmə. Mən sən bilən qızlardan deyiləm. Yox, hələ ağlıma heç nə gətirməmişim hələ. Gətirəndə xəbər eləyəcəyik. Belə adınızı bilmiyorlar. Nə dost? Adımı soruş, sonra da nömrəmi al, sonra da deyən ki gecə saat 3'ə qədər mesajdaşaq, gecə 3'də deyən ki çıx bulvara gəzək, hə? Mən sən dediyin qızlardan deyiləm, ha? Amma qəşəng fantaziyam var. Sən düzüf qoşmuşsan, nəyəsə mən ora kimi getməmişdim. Mən nömrəyə kimi gəlmişdim, oradan sonra baxacaqdıq. 888 17 18. Açıq deyim, sən Bakının havası kimisən, bilmirəm, kutka yerim yoxsa qol açıq çıxım. Tam tutamıram. Yəni ağlıma da başqa şey gətirmə. Yəni birdən çaşarsan, deyərsən ki, oturaq burada səninlə bir yerdə yemək yeyək, sonra yemək yeyəndən sonra çıxaq gəzək, biraz bulvarda əlindən tutum, əl-eləşə gəzək, ağlıma elə şey gətirmə. Mən elə qızlardan deyiləm. Amma oxşuyursan. Yeməkdən zaten nə yeyək, nə qonaqlıq? Bax, biz bir yerdə yemək yeyiriksə, o demək deyil ki, sabah gedib orada burada deyəsən ki, biz o qızla bir yerdə oturub yemək yemişik. Bizim səninlə bir yerdə yemək yeməyimiz heç nə demək deyil, yaxşı? Mən o qızlardan deyiləm. Hansı qızlardansa, nəsə mən onu təqlə etmək lazımdır. Yemək yemişsiniz yemin, hep yox. Aksant! Gəl gör biz nə yeyirik? Salam aleyküm, hoş gəlmişsiniz. Buyurun, eşidirəm siz xanım. Yeməyə nə var? Səsini tam çıxardamırsan. Yo, sulu yemək çox yeyirəm ona görə. Yeməyə orada nə var, nə məsləhət görürsünüz bizə? Yeməyə məsləhətdir. Yeməklərə çox da şey eləmə. Hələ qoy görək. Açaçın balığıdır, qızıl balıqdır. Nə ararsan başqa? Yaxşısan mı özün belə? Şükür, salamatsız, siz necəsiz müəllim? Sağ ol, evdə işdə. Hər şey yaxşıdır. Bacıncın nətəridir? Yaxşıdır, çox sağ ol. Yaxşı olsunlar. Çox sağ ol. Yaxşı olsunlar. Yəni biz burada sən maşının açarını qoyaq, sonra taksi ilə getməyək də. Yox. Hə, yəni şey deyək. Atdan get, atdan get. Mərciyinə başla, ya Allah. Yarı pors mərciyinə xoddan. Onda sulu yeməklər. Sulu yemək, özün yediyindən. Sulu yeməklərdən mərcidir, borşudur. Borçludur. Borçluyu da arada ha? Mən sən bilən qızlardan deyiləm. Hə, də hansı qızlardansa bilən işimizi da, benzi deyil də, mən sən bilən qızlardan da öyle. Borçludur, sonra var. Sən belə. Yay. Sən yayla ver. Yarı pors. Tabaka ver, tabaka. Damaşlı kartofu bol ver. Dobro olsun. Doğru. Şükür abi, içməyə nə içəcəksiniz mənim? İsmet, xanıma denen bizim içkiləri. Nə də o, Ceyimsən mən dağardım ki. Sən elə bilirsən ki, mən o qızlardanam ki, sən məni burada içirdəsən, sonra içkili halımdan istifadə edib hər şey eləyəsən. Xeyr, konyak gətirin. Bay. Ya sen 2 nəfərsiz siz burada. Yəni başqa şey deyirsən, tam tutamıram sən. Konyak başa düşdüm də. Hə, nə başa düşdün başqa? Konyak. Konyak. Onu gətir, bir də qarabizon gətir. Aydındır. Söz. Səsini də riqrovka elə. Təhsin edən. Çək buradan da gidə, hara gedək gedək.
Sən demək istəyirsən ki, Hələ onu tam dinləmişəm. biz burada yeyirik, içirik, sonra çıxacaq çölə, sən deyəcəksən ki, gedək kinoya baxaq, gedəcək kinoteatra, ən arxa sırada oturacaq, sonra sən fürsətdən istifadə edib məni qucaqlayacaqsan. Hə. Mən sən bildiyin qızlardan deyiləm. Nəsən bəs? Bir yerdə oturmağımız hələ kinoya gedəcək demək deyil. Bugün hansı kinolar var, bilmirsən? Mən səni açıqlayım, tam tuta bilmirəm, səni tam da başa düşə bilmirəm. Sən gəlirsən, gedirsən, qalmışam belə, bilmirəm. Çox peşmanam, çox da qəşəngsən deyə qalmışam da belə. Mən sən düşündüyün qızlardan deyiləm. Ya mən düşündüyüm qızlar hansıdır? Mənim kurgumu tanırsan, ya yönətmensən. Kimi tanırsan ki? İstəyirəm. Açılışı eyni səsin kimi çıxır. Bəs eləyər xanım. Biraz da, Bəs bu qədər? biraz da. Biraz da. Gətir ver mənə. Heç mənim bildiyim qızlar belə deyil, ha. Uf, oh, nə olar la bu? Xanımın ciyarı yanırmış. Qalsın. Düz deyirsən, mən sən bildiyin qızlardan dönmüşsən sən. Tamam, başqa bir qızlardırsan. Mənim üzr istəyirəm. Xanımın konyak içməyini gördüm. Bəlkə konyakın kletkasını gətirim deyirəm. Ya zavoduna gedəcəyik. Zavoduna gedək, yaxşı. Yox, get tabakanı götür gəl. Tabakanı götürüm mən. Qapağı qoysun. Bağlama. Yəni mən burada səndən içki içirəmsə, sən sağlıqla. Sağ ol, yanır ha bu sənin. O demək deyil ki, mən sən bildiyin qızlardanam. O demək deyil ki, biz buradan çıxacaq, O deməkdir ki. gedəcək sənin bağıva. Niyə getmirik ki? Sən də mənim içkili olmağımdan fürsətdən suyu istifadə edəcəksən. Bax, bu o demək deyil ha. Mən o sən bildiyin qızlardan deyiləm. Baxın hansı tərəfdədir. Dur getdi. Sür qoluma getdi. Çəcik orada, narahat olma. Sən indi mən səndən bağa gedirəmsə, o deməkdir ora, mən o bağa gedirəmsə, o sən bildiyin qızlardanam bağda. Yaxşı. Müəllim, hara gedirsiniz? Tabaka hazır idi, yeməkiniz. Bu da hazırdır ona görə. Sən onu paketə gəlib götürəcəksən. Paket edeyim. Gedir paketə. Paket edeyim. Sən özün bir həkimə göstər amma. Biz bağda hava almağa gedirik də, hə? Hava alacaq. Kimsə var bağda? Heç kim yoxdur, həm də hava alacağıq. Gönə deyirəm. Amma biz orada getdik, hava aldıq, çay içdik, Simavar çayı. Saat 1-də mən evdə olmalıyım, çünki sən bildiyin kişilərdən deyiləm mən. Getdik.